Əziz bacı və qardaşlarım, əmi və dayılar, babalar və nənələr. Səhər 9-dan 11-ə ac qalmaq, yəni deyirəm, səhər 9, 10, 11, 2 saatdan söhbət gedir. Bunu da 3 ildir, 4 ildir bu sualı mənə verirsiniz. Təkrar edirəm, səhər 9, 10, 11, yəni 2 saat ərzində ac qalmaq lazımdır. Pozitiv düşünmək lazımdır. Bu meridian terapiya elmidir. Çin təbabətinə, Tibet təbabətinə aiddir. Azərbaycan səhiyyə protokoluna aidiyyəti yoxdur. Kim edir, etsin, kim etmir, etməsin. Sadəcə bu meridianların işinə nəzarət eləməkdir. Bioloji saatlar enerji axını nizamlamaqdır. İkinci bir məsələ, sual verirlər ki, səhər ac qalaq, xeyr. Səhər getdikdə səhər yeməni yeyirsən, 9-11-də ac qalırsan. 5-dən 7-yə qədər isə ilik su, 4-də 1 limondan içməlisən. Məncə burada çətin heç nə demədim. Amma başa düşdü. 11-dən 13-ə qədər yenə ilik su, limondan içməlisən. 15-ə nahar fasilası. 15-dən 19-a qədər heç nə yemək olmasın. Yanında çərəzlər, kənə, ispanaq, tvarol, zeytun yağı qatışdırıb yeyə bilərsiniz. Kərəviz, çaxır və s. 19-da şam yeməyi, ondan sonra ağız qapanır. Və qalan işlər isə motivasiya, musiqi dinləmək kimi işlər olmalıdır. Sağ olun. 9-dan 11-ə səhərlər ac qalın.